Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, ölkədə bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur. İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı paytaxtda və digər regionlarda da inkişaf gedir, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bugün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik. Balaca ölkə olsaq da sözümüz keçir. Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər. İsrailin Kan 11 telekanalı xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Qeyd olunub ki, danışıqlar çərçivəsində İsrail Suriya ilə sərhədə yaxın ərazilərin demilitarizasiyasını və onun təhlükəsizliyini təhdid edən strateji silahların yerləşdirilməsini istisna etməyi tələb edəcək. Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi müəyyənləşib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri Mirzə Ələkbər Sabir küçəsində Pitori Əsmər Mehman qızına məxsus müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. Həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar içərisində 25 litr su spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Masallıda 14 yaşlı qız itkin düşüb. Misyaz Oxuaza istinadən xəbər verir ki, hadisə rayonun Banbaşı kəndində baş verib. 2011-ci il təvəllüdlü Lamiyə Cavid qızı Tağıyeva aprelin 12-də saat 20 radələrində babasına məxsus evdən çıxaraq itkin düşüb. Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır. Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır. Bu attestasiyanın ilkin mərhələsi Bakı və Abşeron, Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Mayın 12-də başlayacaq növbəti mərhələdə Quba, Xaçmaz, Mil, Muğan və Şirvan, Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzürlü səbəbdən iştirak edə bilməyən təhsil verənlərin ümumilikdə 620 işçinin attestasiyası keçiriləcək. Hindistanın Uttarxand əyalətində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Misyaz xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilib ki, hadisə zamanı 2 nəfər yaralanıb. Uttarxandın baş naziri Pushkar Singh Dhami qeyd edib ki, qəza xüsusi məqsədlər üçün istifadə edilən 7 nəfərlik helikopterin Qangotriyə getdiyi vaxt baş verib. Bugün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək. Bugün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. Bodo Glimt evdə Tottenham ilə üz-üzə gələcək. Atletik isə ilk oyunda evdə 0-3 hesabı ilə uduzduğu Manchester United-in qonağı olacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.